Salam əziz və dəyərli dostlar, hər vaxtınız xeyirli olsun və qarşıdan gələn Qurban Bayramı münasibətilə hər kəsi təbrik edirəm. Quzu ətindən yemək hazırladım və istəyirəm ki, sizlərlə də paylaşım. Bunun üçün hardasa 1 kilo yarım qədər quzu ətimizi yaxşı-yaxşı yudum, tavaya düzürəm. Bir balaca quyruğu da xırda-xırda doğrayıb, yenə ətimizin yanına əlavə edib, biraz da hardasa 2 yemək qaşığı miqdarı qədər zeytun yağı da əlavə edib, tavamızın ağzını yaxşıca örtüb ocağımızın üzərinə qoyuram. Ocağımızı gözünü gür xodda deyil, alçaq xodda qoyuruq ki, ətimizin suyu yavaş-yavaş çıxsın və bu sırada 2 iri soğanı xırda-xırda yeməkli şəkildə doğrayırıq. Bu arada xanımlar, hələ də kanalıma abunə deyilsinizsə və mənim videolarımı izləyirsinizsə, bəyənirsinizsə, kanalıma abunə olmağı və rəy bölməsində öz dəyərli fikirlərinizi mənimlə paylaşmağınızı istəyirəm. Sizin sayənizdə izləyicilərim artır və videolarım daha çox kütlənin qarşısına çıxır. Quzu əti kənarda suyunu buraxana qədər soğanımızı qəşəng xırda-xırda doğradıq və həmçinin bir dənə iri pomidoru, siz əgər kiçikdirsə 2 dənə pomidordan istifadə edə bilərsiniz. Qabığını soyuruq və xırda şəkildə doğrayırıq. Xanımlar, baxın, artıq ətim suyunu verməyə başlayıb. Baxın, nə qədər suyu var və mən gözləyəcəm ki, bu su tamamilə buxarlansın və ət yağa düşsün. Ətin suyu buxarlandıqdan sonra yağda birazcıq qovururam. Qovurduqdan sonra isə soğanı əlavə edəcəyim. Xanımlar, bildirmək istəyirəm ki, mən bu mərhələyə qədər ətimə duz əlavə etməmişəm. Hardasa soğan əlavə etdikdən sonra ətimə duz və sarı kök digər ədviyyatları əlavə edəcəyim. Artıq ətim soğanla bərabər yaxşıca qovruldu və bu sırada mən buraya zirinc əlavə edəcəm. Hardasa 2 yemək qaşığı miqdarında, bir də doğradığımız pomidoru ətimizin üzərinə əlavə edib yaxşıca qovuracağıq. Xanımlar, siz zirinc əlavə etməyə də bilərsiniz, əgər xoşlamırsınızsa. Bu tamamilə zövqə görədir, zövq məsələsidir. Sadəcə olaraq mən gilanar mövsüm olmadığı üçün zirinc əlavə etdim. Zirinc, gilanar turş olan meyvələr ətli yeməklərə xoş bir dad verir, turş dad verir və həzmini, həmin yeməyin həzmini də asanlaşdırır. Onun üçün bu dəfə zirinc əlavə etmək qərarına gəldim. Pomidor və zirincimizi də yeməyimizə əlavə etdikdən sonra tavamızın qapağını örtürük ki, yeməyimiz bütün ərzaqlarla bir yerdə xub bişsin. Bu sırada hardasa 5-6 orta ölçülü kartofu kətə-kəsənlə görünüşü gözəlləşsin deyə doğrayıram və yeməyimizin pomidoru da qovrulduqdan sonra kartofu da əlavə edib qapağını örtüb bişməyini gözləyəcəyim. Elə bu məqamda duzunu və sarı kökünü əlavə edirəm ki, bir yerdə ətlə bərabər kartofumuz da qızarmağa başlasın.
Budur artıq xanımlar, artıq kartofumuz da qızardı və başlayıram ətlə kartofu qarışdırmağa. Çox gözəl görünüşü var. Sizə də məsləhət görürəm bu yeməyi hazırlamağı. Əgər Qurban Bayramına görə istəyirsinizsə yeni bir yemək hazırlayasınız, yeni bir təam ortaya qoyasınız, siz də bu yeməyi hazırlayın. Evdəkilər çox bəyənəcək, çox sevinəcəklər. Dadı da görünüşü kimi çox gözəl olan bu yeməyi hər kəsə hazırlamağı məsləhət görürəm. Bu ana qədər məni izləyən hər kəsə minnətdarlığımı bildirirəm. Siz də hazırlayın və nuş edin.